Amma bir şey bil ki, Allah qədir bilməzləri də cəzalandıracaq. Mütləq cəzalandıracaq. Necə yəni, sənin yanında dəyərli adam var idi, sən onun dəyərini vermədin, Allah elə bir keçəcək. Mütləq başına döyəcək o cəmaat, o toplum, o insan. Bir xalqın içində alim yaşaya, cəmaat onun qədrini bilməyə, alim də heç istəməyə ki, qədrini bilsinlər. Alim də bu işlərdə qarşılıq istəməyə. Amma hər halda bir alim yaşasın, cəmaat onun qədrini bilməsin, mütləq cəmaat başına döyəcək. Necə yəni, sizə Allah neymət vermişdi, onun qədrini bilmədiniz. Onu lazımi şəkildə dəyərləndirmədiniz. Adətən də cəmaat qədrini bilmir. Adətən də belə olub həmişə. Dünyadan köçəndən sonra bəzi sirlər açılır, bəzi sözlər, biz bilməmişdik, vay, keçir artıq. Amma bunun cəzasını mütləq alacaq insanlar. Dünyada alacaq, axirət də öz yerində.